Salam, hər vaxtınız xeyir olsun. Necəsiniz? Nə var, nə yox, əziz izləyicilər? Ümid edirəm hər biriniz yaxşısınız inşallah. Həftə sonudur. Hər birinizə xoş istirahətlər arzulayıram. Uşaqlar artıq durubdu. Dedim uşaqlar üçün bir süfrə hazırlayım. Evimizdə olanımızdan süfrəyə düzdüm. Demək xanımlar, keçən dəfə belə bir da evdə olanlardan süfrəyə düzdüm. Hətta indi bax evdə hazırda cem də var idi, bal da var idi. Ancaq uşaqlar istəmədi deyənə onları qoymadım. Keçən dəfə videoların birində bir xanım mənə yazmışdı ki, burada nə var ki, bunu paylaşırsan, səhər süfrəsi də adlandırırsan deyə paylaşırsan. Mən demək istəyirəm ki, ay xanımlar, şərt deyil, mən bir videomda da paylaşmışdım ki, şərt deyil ki, nələrsə ola süfrədə. Evimizdə birincisi olanları qoyuram. İkincisi, ailə nəyi sevirsə onları hazırlayaram, onları qoyuram. Mən Allahın verdiyi hər bir ruziyə çox şükür, min şükür deyən birisiyəm. Çox şükür, min şükür Allahın verdiyinə. Bəli, mənə bugünkü günü bu ruzini yetirirsə Allah, çox şükür. Mənə Allah Taala hansı ruziləri yetirirsə, mən o ruzilərdən də süfrəmi bəzəyirəm, evimdə yeməklər hazırlayıram. Belə də ki, mən varlı biri deyiləm. Kasıb bir ailəmiz var, çox şükür. Kasıb və xoşbəxt bir ailəmiz var. Paxıl biri deyiləm, egoist biri deyiləm. Bugün mən, məsəl üçün, 5 manat qazanmışam, kimsə 100 manat qazanıb. Mən onu düşünürəm ki, bugün mən buna layiqəm ki, Allah Taala mənə bu 5 manatı qismət edib. Kimisə 100 manat qazanıbsa, demək Allah Taala ona o cür məsləhət bilibdir. Ona görə mən hər bir Allahın verdiyi ruziyə, hər günümüzə şükür edən birisiyəm. Əsas odur ki, övladlarımız sağlamdır. Allah canımızla sınaşığa çəkməsin. Pomidor çığırtmasını da uşaqlar Ömər, əsas Ömər yumurtalı xoşlamır. Ona görə yumurtasız adi pomidoru hazırlayıb yağda belə deyim də dağ edirəm vəssalam. Belə xoşlayır. Yumurtasız xoşlayır. Ona görə yumurta vurmamışam pomidor çığırtmasına. Bu bizim ailəmizin bugünkü sabahı. Bunu özümə süzmüşəm, özümə bir stəkan çay. Bir də 2 çay şirniyyat, bu bəsimdir mənim üçün. Uşaqlara da çay süzdüm. Qaynanam, 2 uşaq, bir də qaynanam, 3-ü oturdular süfrəyə. Qaynanamın gözləri biraz zəif gördüyü üçün özüm şirin çay istədi o. Ona görə özüm şirin elədim çayını. Burada mən hazırlayıram yanı. Allah canına sağlıq versin. Allah böyüklükdən əskik etməsin. Biz 11 ildir bir yerdə yaşayırıq qaynanamla. Yəni bütün işləri özüm görürəm. Yemək hazırlamaq, ev, eşik, hər bir işlər mənim üzərimdədir evdə. Qaynanama da uşaq kimi baxıram, ancaq böyük kimi hörmət qoyuram. Öz övladlarımdan, 2 uşaqdan qaynanamı seçmirəm, elə bilirəm 3 uşaqdır evdə. Ancaq böyük kimi də hörmətini saxlayıram. İndiki cavanlar çoxu ayrı olmaq istəyir qaynana ilə. Bax, mən də əvvəl o fikirdə idim, öz ağlımda düzdür. Ürəyimdə idi bu fikir, heç kimə açıb deyə bilmirdim. Sadəcə olaraq ancaq fikirləşirdim ki, ayrı olsaydıq daha yaxşı olardı. Amma indi fikirləşirəm ki, bax biz ayrı yaşasaydıq, mənim qaynanam yaşdır, ona kim baxardı? Yəni düz deyə özü özünü idarə edir. Ancaq yaşlıdır da, yemək bişirə bilmir və yaxud da ki, hər bir şeyi özüm edirəm. Ev, eşik, təmizlik, yemək, həyət, adi toyuqlara dəm vermək. Yəni bütün evin məsuliyyəti, evin içərisində, qapıdan içəridəki məsuliyyətlər hamısı mənim çiynimdədir. Birdən düşünürəm ki, yox, yaxşı da ki, elə ayrı yaşamamışıq. Çünki belə qaynanam ya bizdən yaşamalı idi, ya da ki, belə tək qoya bilməzdim. Çünki mən o ürəyin sahibi deyiləm ki, tək tənha qoyum, ayrıca rahat yaşayım. Tez inciyənəm, küsənəm, ancaq ki, dinimizə görə küslü qala bilmirəm. Mən əvvəl ibadət əhli olmamışdan öncə
dəhşət dərəcədə kinli birisi idim, unutmurdum. İndi də var, o hardasa kin biraz var, ancaq çalışdığım qədər, bacardığım qədər özümü düzəldirəm. Mənə edilən yaxşılığı da unutmuram. Ömrümün sonuna qədər ki, kimlər ki, hardasa mənə yaxşılıq edibsə, onu unutmaram, unutmayacam, unutmamışam da. Bir də mənə olunan pisliyi heç vaxt unuda bilmirəm. Düzdür, Peyğəmbərimiz sallallahu aleyhi və sallam buyurub ki, sənə edilən yaxşılığı heç vaxt unutma, amma sənə edilən pisliyi tez unut. Bu hədisdir. Ola bilər ki, hardasa biraz küsurum ola hədisdə. Yəni edilən yaxşılığı unutmuyuq, ancaq edilən pisliyi unutmalıyıq. Onu da bacarmaq lazımdır. Məndə də yəni biraz çətindir. Yəni edilən yaxşılığı da unutmuram, edilən pisliyi də unutmuram və mənə kimsə pislik edibsə, mən ömrümün sonuna qədər o insan yaxşı olsa da mənə daha o pisliyi unutmuram. Belə ki, yəni hər dəfə o insandan düşünürəm da, yəni özümü gözləyirəm ki, hardasa bundan mənə udar deyə bilər, zərbə deyə bilər. Ona güvənim olmur o insana, ona görə də sadəcə salam, sağ ol edirəm. Səhər yeməyimizi də yedik, içdik, yığışdırdım, keçdik günorta yeməyinə. Qadınların fikirləşdiyi düşüncəsi bu olur. Ancaq nə bişirim, nə hazırlayım, nə edim günortaya, axşama. Günortaya da bozbaş elədim. Kəfini götürürəm. Bozbaşda da mən xoşlayıram markov, biber, yəni soğanla qarışdırmağı xoşlayıram. Ancaq indiki uşaqlar çox kapriznidir, hər şeyi bəyənmir, hər şeydə seçirlər. Ona görə çalışdığım qədər onların zövqünə uyğun olsun, onlar da yesin, ailəmiz də yesin. Belə. Bugün o qədər işlər gördüm ki, uşaqların otaqlarını da səliqəyə saldım, paltar işqaflarında aləm dəymişdi bir-birinə. Bütün paltarlarını səliqəyə saldım, nazik paltarlarını götürdüm, qalın paltarlarını səliqəyə saldım. Bugün uşaqların da otağına əl gəzdirdim, düzü istədim çəkiliş edim, ancaq dedim gələn dəfələrdə edərəm, çəkiliş eləsəm çox vaxt gedəcək. Bunu da mamam göndərmişdi mənə, sağ olsun, bəhməz hazırlamışdı. Həyətimizin karalyoklarından bəhməz hazırlayıb mənə də göndərmişdi. Çox qəşəng də alınıbdı. Əllərinə sağlıq anamın. Burada da külçə yoğurmuşdum. Səhər yerimdən durub ilk külçə xəmirini elədim. Səhər yeməyini yeyəndən sonra baxdım ki, özünə gəlib. Təzəldəndən bir jestə yoğurdum. 2 dəfə, 3 dəfə deyirlər yoğurulur. Məndə külçə yaxşı alınmırdı. Yəni 1-2 dəfə eləmişdim. Nədənsə ürəyim istəyən kimi alınmamışdı. Mamamın külçələri çox gözəl olur. Çox bəyənirəm. Bu yaxşı çıxmışdı, amma bu alındı. Bu külçəm yaxşı çıxmışdı, alınmışdı. Kündəliyəndən sonra biraz da soba listində beləcə saxladım ki, özünə gəlsin, özünə gəlmişdi. Artıq bunu sobaya qoydum, qəşəng bişdi, çox xoşum gəldi. Ləzzətli alınmışdı. Elə külçəni hazırlayırdım ki, sobaya qoymuşdum ki, qonşumuz zəng vurdu ki, çayım var. Sizə gəlmək istəyirəm dedi. Dedim, gəl, gözüm üstündə yeriniz var. O gəlincəkdə mən tez çaparaq soyuducuda belə siqaralar hazırlayıb qoymuşdum. Pendirli siqara, bir də qozlu 3 qulaq. Bunlar yəni mənim soyuducumda çox vaxtı olur, təsadüfi halda olmaz. Belə qəfil, anidən kimsə gələrsə deyənə hazırlayıb qoyuram. Qonşu da deyən kimi mən çıxartdım, bunları tez qızartdım. Külçə də var idi artıq. Xoşlayıram evdə şirniyyatım olanda, qonaq olsun, kimsə olsun. Belə stolun üstünə hazırlayıram, süfrəmi açıram. Yenə evdə olanlardan süfrəmi bəzədim. Allah bütün süfrələri rozli, bərəkətli eləsin, evləri rozli, bərəkətli eləsin. Çox şükür, çox şükür. Mən çox razıyam Rəbbimlə. Bu düyü qorğasını qızım çox sevir. Hər markedə gedəndə aldırır, alırıq onun üçün. Elə evdə də var idi. Dedim, ondan da süfrəyə qoyum. Beləcə qonşum da gəldi.
söhbət elədik. Xoş oldu, gözəl keçdi. Bir neçə dəqiqəlıq mən də iş görmədim. Yoxsa adam evdə olanda valla işdən iş çıxardırıq. Yəni onu elə, bunu elə, haran tərpətsən oradan iş çıxır. Şəhər yerində olmağına baxmayaraq valla mən dayanmıram. Bilmirəm, mənim işim qurtarmır. Bilmirəm hamı belədir, yoxsa tək mən beləyəm. Uşaqlar biraz səliqəsizlik yaradır evdə olanda. Götürdüklərini götürdüyü yerə qoymurlar, öyrədirəm, başa salıram. Hər dəfə deyirəm, nəyi götürsəz yerinə qoyun. Yenə də uşaqdılar, bilmirəm, birdən özlərindən səliqəyə salıram, birdən də belə özüm səliqəyə salıram. Burada da uşaqlar yox idi evdə, məşğələdə idilər, məşğələlərə getmişdilər. Tək idim qaynanamla. Beləcə çay içdik, söhbət etdik. Deyirəm, nə yaxşı ki, bu telefon var. Telefon vasitəsindən mən özüm də hara getsəm telefonla soruşuram. Evdəsizmi, evdəsənmi? Gedərəm, evdə olmaz, geri dönərəm. Ona görə hər dəfə soruşub gedirəm. Qızıl gül deyirlər, bilmirəm. Məkkə gülü deyirlər, bilmirəm. Yəni mən o gülü xoşlayıram çayda. Qonşu gəlib gedəndən sonra da düşdük həyətə. Bir valideyn yoldaşım var, həm izləyicimdir. Buradan da ona təşəkkürümü bildirirəm. Çox sağ ol. Mənə güllər göndərmişdi. Qələm gülü deyirlər də, bu dekorativ güllər. Onu formasında öyrətdi ki, belə edərsən. Mənim güllərdən anlayışım yoxdur. İşləmişəm, uzun illər işləmişəm deyənə zamanım olmayıb, yəni gülə, çiçəyə. Çünki evin də işi, idarənin də işi, evin də işi, uşaqlar hamısı bir yerdə. Çatdıra bilməmişəm. Amma indi evdəyəm deyənə çalışdığım qədəri dibçək gülləridir, həyət gülləridir. Həyətə salıram bunları. Sağ olsun, beləcə güllər göndərmişdi mənə. Mən də onu o dediyi formada əkdim. Burada da qaynanamı da aparmışam ki, gedək mənimlə birlikdə edək, başı qarışsın deyənə. Daha sonra bazarlıq etdik, bir yüngül alış-veriş evə. Bu qızımın abur-cuburlarıdır. Bunlarsız olmaz, heç sevmirəm mən. Qardaşı da o dərəcədə sevmir, ancaq qız bunları xoşlayır da belə. Gözünə nə gəldi, marketə girən kimi gözünə nə dəydi, əlinə nə keçdi, alır, yığır hamısını. Biz evə lazım olanları alana qədər bu bir səbəti doldurur özü üçün. Bu da bizim evə lazım olanları almışam. Burada bu pişiyimizə yemək aldım. Qəşəng bir pişiyimiz var, ev pişiyidir. Təmiz saxlayırıq. Çox sevirəm. Əvvəl mən sevmirdim evdə pişiyi, ancaq o pişiyi özünü sevdirdi, özü gəlmişdi bizə, özünü sevdirdi. Biz də onu çimizdirdik, təmizlədik, dırnaqlarını, tükünü, ondan sonra evə daxil etdik. Bir yüngül pomidor çox yeyilmir, ancaq belə elə 4-5 dənə aldım. Pomidorun da əvvəlki dadı qalmayıbdı, hər şey öz zamanında yaxşıdır. Bu belə ulduz makaronu, bunu sup edirəm mən. Bu yox idi marketlərimizdə. Neçə vaxt idi axtarırdım, yox idi, gəlməmişdi. İndi dünənlərin marketlərin birində rastıma çıxdı, eləcə götürdüm. Yumurta çox yeyilir bizdə, hər şey, şirniyyatlara daha çox istifadə edirəm. Belə bugünkü videomuz bu qədər. Sizdən çox xahiş eləyirəm, abunə olmayanlar kanalıma abunə olub, videomu bəyənməyi unutmayın. Videomu bəyənin, kanalıma abunə olun ki, abunəçilərin sayı artsın. İzlədiyiniz üçün təşəkkür edirəm.